Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugün Son Xəbrazın qonağı nevroloq Röyani xanım Quluzadədir. Xoş gördük Röyani xanım. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Yaxşı olasınız hər zaman. Öncəliklə özünüzü təqdim etməyinizi istəyirəm ki, izləyicilərimiz sizi daha da yaxından tanısın. Mən pediatr nevroloqam, Röyani Quluzadə. Avropa Pediatrik Nevrologiya Cəmiyyətinin üzvüyəm. Amerika Hərəkət Pozuntuları Cəmiyyətinin üzvüyəm. 20 ildən artıqdır stajım var və 20 ilə yaxındır ki, sırf uşaqlarda və böyüklərdə olan bir çox nevroloji problemlərlə, xüsusilə hərəkət pozuntuları, ifliclər, bu ifliclərin müasir müalicəsi, bunlarla məşğulam. Çox gözəl, şad olduq sizi daha yaxından tanımağımıza. Röyani xanım, bilirik ki, bugün, yəni gündəmi ən çox zəbt edən məsələlərdən biri gənclərimizin tez-tez panik atak keçirtməsidir. İstərdim biraz bununla bağlı danışaq. Ümumiyyətlə, stres, nevroz, gərginlik, bunlar şəhər insanının xəstəliyidir. Yəni, urbanizasiya, urban deməli, həyat tərzi yaşayan insanlarda stres həmişə kənddə yaşayan insanlardan daha çoxdur. Nəyə görə? Çünki şəhərin rutini, şəhərin tıxacı, şəhərin çirkli atmosferi, səs-küyü, bunlar hamısı insanın sinir sisteminə təsir göstərir və şəhər insanları həmişə stresə, panikə, təşvişə meyillidirlər və əlbəttə ki, daha həssas sinir sistemi olduğuna görə cavanlar daha çox məruz qalır bu problemə və biz son vaxtlar həqiqətən də çox cavan insanlarda təşviş, obsessiv-kompulsiv nevroz, takıntı dediyimiz takıntı nevrozu, sonra panik atak, hətta bunun son nəticəsi kimi huşun itməsi, konversiyon tutmalara kimi görə bilirik. Bəs bu huşun itməsi hər zaman mı panik atakdan dolayı olur, yoxsa bunun başqa səbəbləri də ola bilir? Əlbəttə ki, xeyr, yəni səbəbləri çox fərqli ola bilir. Məsələn, bizim huşunu itirən insanda birinci növbədə aydınlaşdırmalı olduğumuz problem bu epilepsiya mənşəli huş itməsidir, yoxsa bu psixogendir, yəni sinir mənşəli huş itməsidir. Məsələn, daha çox bayırda, çöldə, qəfil yıxılan, başı dəyən, ümumiyyətlə ağır travma alan, bəzən ağzından köpük gələn və bədənində titrəmələr olan insanlarda çox vaxtı bu epileptik mənşəli olur. Çünki epileptik olmayan psixogen mənşəli olanlar daha çox, belə deyək də, yaxın insanlar arasında kiməsə öz diqqətini göstərmək istəyirsə ki, o mənə diqqət göstərsin, yəni ailə üzvləri arasında olur. İnsan çox möhkəm travma almır, yəni o psixogen huş itmələrində insan bir rahat yerə yıxılır, çox ağır zədə almır, özünü də qoruyur yıxılmaq üçün. Bir növ göstərişli tutmalar olur, yəni psixogen tutmalar. Ona görə də daha çox ev şəraitində olur sinir mənşəli. Məsələn, yoldaşı görsün, qaynanası görsün bu vəziyyətini, baldızları görsün, gəlinlərdə çox vaxtı görürük və son vaxtlar belə pasientləri çox qəbul eləyirik deyən mən bunları sadalayıram. Yəni, cavan xanımlarda, gəlinlərdə biz görürük ki, bu cürünə psixogen qıc olma keçirtdi, yıxıldı, titrədi. Amma əlbəttə ki, yəni mütəxəssis, həkim, nevroloq, xüsusilə uzun illər təcrübəsi olan mütəxəssis onları tutmanı görən kimi onu fərqləndirir epileptik mənşəlidə. Əlbəttə, son vaxtlar ürək mənşəli problemlər artıb. Cavanlarda da ürək mənşəli yıxılma, huşun itməsi, ürək nahiyəsində ağrı. Məsələn, cavanlarda bunun əsas səbəbi ürək ritmlərinin pozulmasıdır. Uzanmış kütle sindromu deyilən bir sindrom var. Xüsusilə idman zallarında cavan insanlarda ağır yükə məruz qaldıqda, tədricən yox, birdən-birə özünü yükə məruz qoyduqda, qəfil ürək tutmasından bilirik, hətta məşhur insanlar olub ki, onlar ürək tutmasından dünyalarını dəyişiblər. Bunların hamısını aydınlaşdırmaq lazımdır. Ürək mənşəli, sinir mənşəli, yoxsa beyin mənşəli və aydınlaşdırandan sonra da düzgün kömək eləyə bilirik insanlara. Aydındır. Digər bir məsələ isə əsasən əldə, ayaqda keymələr olur, qıc olmalar olur. Biraz da istəyərdim bundan bağlı məlumat verəsiniz. Bəli. Əldə, ayaqda qıc olmalar və keymələr, xüsusilə keymələr bu birbaşa nevroloqa müraciət etmələrin əsas səbəblərindən biridir. Burada da çox fərqli səbəblər ola bilir. Məsələn, heç bir xəstəliyi olmayan əsəb mənşəli keyləşmələr ola bilir.
Məsələn, insan gəlir, bu gün də mənim qəbulumda belə insanlar olublar. Doktor, bütün bədənim ağrıyır. Əlim ağrıyır, kürəklərim ağrıyır, bir yerim deyil, bütün bədənim ağrıyır deyə bizə şikayət edirlər. Və çoxsu da nevroloqa gələnə kimi çoxlu həkimlərin müayinəsindən keçirlər. Məsələn, revmatoloqun müayinəsində elə bilirlər revmatizmi var, bədəni ağrıyır, revmatik sınaqlar verirlər, hamısı təmiz, kardioloqun müayinəsindən keçirlər və son nəticədə bu həkimlər bunları yoxlayandan sonra ki, bütün müayinələriniz təmizdir, deyirlər ki, siz nevroloqa müraciət edin. Çünki əslində ilk getməli yerə bəli, çünki sizin bu ağrılarınızın, keymələrinizin səbəbi sinir mənşəlidir. Bəzən təkcə yəni psixogen səbəbli yox, sırf müəyyən vitaminlərin çatışmamazlığından da insanda keymələr əmələ gələ bilir. Məsələn, qadınlarda B qrup vitamin, xüsusilə diyeta saxlayan xanımlarda B12 vitamininin çatışmamazlığı baş verir orqanizmdə. Bu da ciddi qollarda keymə ilə özünü göstərə bilər. Ona görə diyeta saxlayan xanım mütəxəssislə diyeta saxlamalıdır, öz başına saxlamamalıdır ki, bəzi vitaminlərin düşüklüyü, sonra qan anemiya yarana bilər. Bunlar hamısı keymə verə bilər. Və digər səbəblər isə xüsusilə şəkər xəstələrində biz görürük, bu diabetik polineuropatiyalardır. Məsələn, şəkər xəstəsi təkcə ağrıdan şikayət etmir. O həm də deyir ki, mənim qollarımda, ayaqlarımda, xüsusilə ayaqlarımda və xüsusilə gecə vaxtı, axşamlar yandırma olur. Doktor, ayağım yanır, sanki ayağıma bir tikanlar batır, belə qeyd edir, hətta gəzəndə də deyir, ayağımın altında elə bir nəysə var, yandırır. Bax, bu əsas şəkər xəstəliyindən sinirlərin zədələnməsi, dağılması baş verir ki, bu da bunlara bu cür dəhşətli ağrı verə bilir. Bir də cavan insanlarda, xüsusilə məsələn hamilələrdə, sonra biraz obezlərdə, piyələnməyə məruz qalan insanlarda biləklərdə ağrılar ola bilir. Bu tunel sindromları adlanır. Məsələn, karpal tunel sindromu, məsələn, kompüterdə yazan xanımlarda, bütün günü kompüterdə yazırsa, əl bu cür vəziyyətdədirsə, burada orta sinir, median sinir vətərlərin arasında sıxışır qalır və qolda keymə, xüsusilə üç barmağın keyməsi kimi, deməli, həm də ağrısı kimi əlamətləri verə bilir karpal tunel. Görürsünüz, keymə simptomdur. Buna biz neuropatiya deyirik. Amma onun səbəbləri, etiologiyası tamamilə fərqli xəstəliklər ola bilər. Ona görə xəstəni dinləyəndən sonra onu dərin yoxlamaq lazımdır. Səbəbi tapmaq lazım. Bəzən bizə müayinələr lazım gəlir. Məsələn, sinir keyləşməsini tapmaq üçün ki, bu sinirdə zədələnmə var yoxsa yox, biz elektromioqrafiya, EMG deyilən bir müayinə var. Bu müayinədən istifadə edərək dəqiqləşdiririk sinirlərin sağlamlığını. Aydındır. Ümumiyyətlə mən ətrafımda çox müşahidə eləmişəm bu keymə məsələlərini və s. Hətta bəzən ictimai nəqliyyatdan istifadə edəndə gələndə görürük ki, gəncdir, yaşı çox azdır, amma bədəninin bir hissəsi keyir. Ələxüsusda bu onun sol istiqamətində olur. Yəni ürəyə yaxın o deyirlər ki, daha çox problemli ola bilər, amma soruşanda da deyir ki, bu məndə ilk dəfə idi olur. Oturduğu yerdə sadəcə belə bir hadisə gəlir, yəni başına. Bunun sadəcə həmin məqamla bəlkə də ola bilər ki, ürəyi sıxılıb və s. bununla əlaqələndirib keçmək olarmı? Yoxsa keçməyi doğru deyil, yəni sonrasında daha böyük fəsadlar gətirə bilər? Və bu fəsadlar nələr ola bilər? Ürək nahiyəsində ağrı, əlbəttə birinci növbədə bizim kardioloq yadımıza düşür. Mən ürəyi yoxlatmalıyam, amma ürək nahiyəsində ağrı bir çox problemlərin əlaməti ola bilər. Cavan insanlarda birinci növbədə xüsusilə kürəkdən deyə bilirlər ki, məsələn, sanki kürəyimə bir bıçaq saldılar və yaxud da ki, ön tərəfdən elə ağrı hiss eləyə bilər. Bu birinci növbədə kifozun əlamətidir. Son vaxtlar bilirsiniz, sosial media izləyənlər, ümumiyyətlə telefona çox baxanlar donqar dayanırlar. Yəni kürəklərini əyib bu cür başı aşağı telefona baxırlar, planşetə baxırlar və nəticədə kürəkdə deməli önə doğru əyilmələr əmələ gəlir. Buna kifoz deyirlər və bu kifozda sıxılmaya məruz qalan əzələlər, sinirlər ağrı verir. Və ən çox təzyiqə məruz qalan bax bu cür dayananda bizim döş fəqərələrimizdir. Və döş fəqərələrinin ağrısı sanki ürək ağrısı kimi bir əlamətlər verə bilər. Sanki ürəyi ağrıyır. Və ona görə də cavan insanlarda biz birinci növbədə onurğanı yoxlamalıyıq. Sonra, məsələn, orta yaşlı insanlarda ürək ağrılarının səbəblərindən biri osteoxondroz ola bilər. El dilində duzlaşma deyirlər, amma bunun elmi adı onurğanın degenerativ, fəqərələrin degenerativ xəstəliyidir.
Yəni ki, fəqərələrdə su az içdiyinə görə, az hərəkət tərzi olduğuna görə, qidalanma düzgün olmadığına görə, fast food, hazır yeməklər istifadə etdiyimizə görə, sonra xüsusilə energetik içkilər, alkoqol, papiros, bunların hamısı onurğanın kirəcləşməsinə səbəb olur və nəticədə onurğada kirəcləşmə sinirlərin də sıxılmasına, son nəticə kimi də osteoxondroz isə özünü bax bu əlamətlərdən büruzə verir. Kürəkdə ağrılar, sanki sancı verir, sanki kürəkdən önə doğru bir bıçaq sancıblar, belə ağrılar verir. Və əlbəttə ki, son vaxtlar həqiqətən ürək xəstəlikləri də cavanlaşıb. Yəni, ürək damarlarının tutulması, xüsusilə xolesterinlə tutulması nəticəsində biz həqiqi stenokardiya əlamətləri görə bilərik. Stenokardiya ürəyin tac damarlarının tutulması nəticəsində ürəkdə yaranan ağrılardır. Əlbəttə, bu işlə kardioloq məşğul olur, amma biz nevroloq kimi bizim işimiz, əgər kardioloq müayinə elədisə, ürək damarlarında tutulma, ürəyin işemiyası, qidalanması pozulmayıbsa, digər səbəblərin araşdırılması nevroloqun işidir və biz bu işlə məşğuluq. Ona görə də cavan insanlarda xüsusilə diqqətli olmaq lazımdır. Aydındır. Məncə özünüz də tez-tez rast gələrsiniz, bəlkə də bu şikayətlə sizə də gəlirlər. Başda və qulaqda küylərin olması bu nədən qaynaqlanır? Bəli, xüsusilə yaşlı adamların problemidir bu. Qulaqda küy, başda küy və bizə gələndə deyirlər ki, doktor, mənim beynim sakit deyil. Mənim sanki başımın içində bir motor var. Səs gəlir davamlı. Ya bunu qulaqda səs kimi deyirlər, yaxud da ki, düzgün bizə təsvir elə bilmirlər və bizə deyirlər ki, başımda səs eşidirəm. Əslində bunun elmi adı tinnitusdur. Yəni başda heç bir səs yoxdur. Bu qulaqda səsdir, amma insan onu başında səs kimi təsvir eləyir də, belə deyək. Və səslər fərqli ola bilər. Məsələn, xışıltı səsi ola bilər, güppultu səsi ola bilər, hiss eləyə bilər, motor səsi, gürültü hiss eləyə bilər. Yəni, yaxud da ki, bəziləri deyir, tak, sanki neysə döyəcləyir. Belə bir səslər eşidə bilərlər və dediyim kimi adı tinnitusdur. Tinnitus bir simptomdur, yəni əlamətdir, bir xəstəlik demək deyil. Tinnitusun səbəbi isə fərqli xəstəliklər ola bilər. Məsələn, ən sadə bir şey, tinnitus yarana bilər qulaqda tıxacdan. Yəni, kir tıxacları, kükürt tıxacları ola bilər və bu tıxaclar hava keçiriciliyini poza bilir və müəyyən səslər yarana bilir. Ən sadə bu birinci yoxlanmalıdır lor həkimində. İkincisi, məsələn, insan təkrar daxili qulaq xəstəlikləri keçirirsə, iltihabı, bu xronikləşəndən sonra insanda qulağında səs yarana bilər. Çünki təbir pərdəsi elastikliyini itirir, zədələnir və səslər yarana bilir. Cavanlarda isə əsas səbəb, bax, bu qulaqcıqlardır. Yüksək səslə qulaqcığın istifadə olunması, xüsusilə kənardan qoyulan qulaqcıq yox, içəri salınan qulaqcıqlar var, bu yeni nəsil. Bax, bu qulaqcıqlar onu yüksək səslə və uzun müddətdə, hətta yüksək səs lazım deyil. Bütün gün o qulağındadsa, müəyyən müddətdən sonra qulaq təbili pərdəsində problem yaranacaq, sinirdə problem yaranacaq. Həm küy yarana bilər, həm də eşitmə zəifliyi yarana bilər. Ona görə buradan cavanlara xüsusilə qeyd etmək istəyirəm. Onu fasiləli istifadə edin. Davamlı o sizin qulağınızda olması, xüsusilə səsin desibelinə fikir vermək lazımdır. Yüksək səslərlə qulaq asmaq bu bir mənalı sizə fəsad yaradacaq. Və səbəblərdən biri boyun və beyin qan dövranı pozulması. Məsələn, yaşlı insanlarda qan dövranı zəifliyi olur. Beyin qan dövranı zəifliyinin nəticəsində vertebrobazilyar sistemdə də qan dövranı zəifləyir və bunun bir fəsadı kimi də qulaqda səs yarana bilər. Belə bir nadir xəstəlik var, Menier xəstəliyi deyilir buna. Məsələn, Menier xəstəliyində bu xəstəlikdə insan həm qulağında səs olur, həm eşitməsi getdikcə zəifləməyə başlayır, həm də baş gicəllənmə atakları başlayır. Bax, bu üç əlamət bir xəstədə görürüksə, bu Menier xəstəliyidir, daxili qulağın xəstəliyidir, nadirdir, amma bunu da rast gələ bilərik. Və bir də qulaqda küyün bir səbəbi də təzyiq ola bilər. Son dövrün ən belə bizi narahat eləyən problemlərindən biri və həqiqətən də cavanlaşan arterial təzyiqin yüksək olması qulaqda pulsasiya şəklində səs verə bilər. Güp, güp, güp. Bax, bu cürlə səsə, küyə səbəb ola bilər. Görürsünüz, nə qədər fərqli bir xəstəliklər mən sadaladım. Ona görə də başda, qulaqda səs, tinnitus bu mütləq surətdə çox dəqiq araşdırılmalıdır
və dəqiq səbəb tapılmalıdır. Mütəxəssis, bəli, mütləq yoxlamalıdır. Rüyani xanım, son olaraq isə sizə belə bir sual ünvanlamaq istəyirəm. Ümumiyyətlə yuxu pozuntularının arxasında hansı nevroloji səbəblər dayanır və ələxüsusda uşaqların yuxuda olan zaman qorxulu yuxular görməyi, bundan narahat olmaqları, yəni bunların arxasında nə kimi nevroloji səbəblər var? Ümumiyyətlə, yuxu pozuntuları nevrologiyanın bir ayrı sahəsidir. Hətta son vaxtlar nevrologiya özü müəyyən hissələrə bölünür və nevrologiyanın müəyyən sahələri ilə işləyən mütəxəssislər ayrılır. Məsələn, nevrologiyada qıcolmalarla məşğul olan mütəxəssislər var. Sırf epilepsiya ilə məşğullar, epileptoloq adlanır. Və yuxularla məşğul olan mütəxəssislər də var ki, bunlar sırf yuxu problemləri ilə məşğullar. Çünki yuxu o qədər sirli, hələ tam aydınlaşdırılmamış və çox qəribə, belə deyək də, simptomlar verən bir qrupdur ki, burada bəzən həkimlər özü üçün də müəyyən çətinliklər yaranır. Çünki birincisi yuxu pozuntuları çox vaxtı epilepsiyalarla qarışıq salınır, xüsusilə uşaq yaşlarında. Yuxuda baş verən müəyyən pozuntular, bunlar bəzən yuxuda keçirilən epilepsiya ilə bağlı olur. Məsələn, yuxuda qorxmalar, durub ağlamalar, durub danışmalar, diksinmələr. Bunlar həm yuxu pozuntusunun, həm də epilepsiyanın əlaməti ola bilər. Məsələn, alın epilepsiyası yuxuda qəfil qışqırıb durmaq, sanki bir qorxulu nəyisə gördü, qəribə hərəkət eləmək, yanındakiləri tamam tanımamaq, əl-qol atmaq. Ayılandan sonra gözünə nəyisə görsən. Yəni ayılanda isə onların heç nə yadında qalmır ki, nə baş vermişdi, nə üçün mən belə elədim, nədən qorxdum. Yəni bax, epilepsiya ola bilər. Alın epilepsiyası, frontal nokturnal lob epilepsiya. Bunun adı belədir və genetik epilepsiyadır. Bəzən isə gecə qorxuları sırf yuxu xəstəliyidir. Buna parasomniya deyirlər. Parasomniyalar yuxuda baş verən qəribə hallardır. Məsələn, parasomniyalara yuxuda gəzməni misal göstərə bilərəm. Somnambulizm bunun tipli adı. İnsan yuxunun ortasında durur, gəzir, nəyisə axtarır, hətta qapını açıb çıxıb gedə bilər. Amma heç nə yadında deyil. Gözü açıqdır, amma beyin yatıb. Yəni çox qəribə gələ bilər insanlara. Və yaxud da ki, gecə dişlərini sıxma. Bu da parasomniyadır. Xırçıldadır bütün gecəni. Hətta o qədər sıxa bilər ki, dişləri çatlaya bilər. Bu da yuxu pozuntusudur. Yuxu terroru uşaqlarda ən çox gördüyümüz. Yuxudan durur, yuxunun ortasında qışqırır, anasını, atasını tanımır. Sanki bunun üstünə nəyisə gəlir, belə qorxulu hallar keçirdə bilir. Əlbəttə, bunların hər birinin səbəbləri fərqlidir. Uşaqları götürsək, uşaqlarda bu yuxu terroru dediyimiz yuxuda qorxuların səbəbi uşağın gün ərzində keçirdiyi həyat tərzidir. Əgər uşaq gündüz həyəcanlı, narahat şeylərə baxırsa, qorxulu şeylərə telefonda, televizorda baxırsa, gün ərzində çox uşaqlarla dalaşırsa, evdə stres, səs-küy, qışqırıq çoxdursa ailə mühitində, belə uşaqların gecə terroru dediyimiz o yuxu pozuntuları çox olacaq. Amma sakit həyat tərzi keçirirsək, bu günü rahat olubsa, həmin gecəni uşaq rahat yatacaq. Ona görə valideynlərdən də buradan elə məsləhətim odur ki, uşağın gündəlik rejiminə fikir versinlər. Yuxu gigiyenası deyilən bir məfhum var. Yuxu gigiyenası o deməkdir ki, insan yuxuya hazırlaşanda o müəyyən bir ritualları eləməlidir. Birincisi, rahat giyinməlidir. İsti olmamalıdır. Otaq sərin olmalıdır. Yatdığı otaq. Uşağın da otağına fikir verməyə. Çox isti otaqda yatmaq olmaz. Çox qalın paltarlarla yatmaq olmaz. Rahat lazımdır. Yuxudan qabaq kofe içmək, tünd çay içmək qətiyyən olmaz. Hətta mümkünsə süd istifadə edə bilərlər. Bu melatonin hormonunun istifadəsini artırır. Axşam, məsələn, bəzən olur, valideynlər deyirlər ki, uşağın atası axşam gəlir, axşam başlayırlar dava, dalaş, nəsə, ata ilə oynamaq, gülmək, danışmaq. Bu uşağın yuxu gigiyenasını pozur. Uşağın beyninin yuxu hormonları dağılır, uşağın beyni ayılır və o uşaq gec yuxuya gedəcək. Axşam vaxtı evdə otaqların işığı azaldılmalıdır. Gür işıq beynimizdə melatonin hormonunun ifrazını pozur. Ona görə qaranlığa, yəni tünd otaqda işıqlar qaranlıq olmalıdır, azaldılmalıdır ki, uşaq da yuxuya getməyə. Bu təkcə uşağa aid deyil, hətta böyüklər də eyni ritualları yerinə yetirməlidir. Məsələn, axşam vaxtı idmana gedirlər. Bu tamamilə səhv bir şeydir.
Günün ikinci yarısı idmana getmək olmaz. Bu bizim bədənimizi aktivləşdirir, kortizol artır, stres hormonumuz, idman eləyəndə stres hormonu artır, adrenalin artır. Bu beyni oyadan hormonlardır. Ona görə bu deməli idmanlar falan, fitness bunlar günün birinci yarısında istifadə olunmalıdır və ikinci yarısında saxlanılmalıdır. Odur ki, bax bu cür yuxu problemləri də çox genişdir və saatlarla danışmaqla bitmir, amma əsas məqamlar bunlardır. Aydındır Rüyani xanım. Təşəkkür edirik. Çox önəmli tövsiyələriniz oldu. Çox sağ olun. Əminəm ki, izləyicilərimiz üçün də bunların hər biri çox böyük önəm kəsb eləyəcək. Siz sağ olun. Bir daha təşəkkürlər. Sağ olun. Belə, verilişimizin sonuna gəlib çatdıq. Gələn görüşlərə dək.